3 dəstə soğan, 3 dəstə şüyüd, 3 dəstə ıspanaq, 3 dəstə də keşnişdən əsl yay börəyi hazırlayıram. Çox yüngül, tez hazır olan börək hazırlayacağam. Göylərimizin hamısını yaxşıca islatdım, təmizlədim, yudum, duruladım. Daha sonra sirkəli suda da biraz saxlatdıqdan sonra yenidən durulayıb quru olması üçün dəsmalın üzərinə əlavə etdim. Dəsmalın üzərində də bir qədər gözlədikdən sonra doğramağa başladım. Göylərimizi çox da xırda-xırda doğramağa ehtiyac yoxdur, çünki bişdikcə qatların arasında yoxa çıxmasın. Biraz iri doğrayın çalışın. Hamısını doğradıqdan sonra üzərinə duz əlavə edib yaxşıca əzə-əzə qarışdırdım. Daha sonra keçdim hazırlamağa. Bu səfərki lavaşım nəsə xırda idi, tavanı tam tutmadı. Adətən həmişə lavaşlarım tam tava ölçüsündə olurdu. Ona görə qıraqlarından kəsdim, boş yerlərinə də qoydum. Sonra isə birinci qatına mayonez, qaşığın köməkliyi ilə hər tərəfinə yaydım. Daha sonra isə üzərinə göylərini əlavə etdim. İstədiyiniz qədər hündürlükdə edə bilərsiniz, 7, 8, 9 qat. Mən bu səfər 6 qat elədim. Çox hündür etmədim. Hər qatlarını eyni şəkildə mayonezləyib göyərti vurub. Sonra isə sonda üzərinə yuxasını əlavə etdim. Yuxasını elə qoydum ki, altını qatladım, tam tutsun. Daha sonra yenə də boş qalan yerlərinə digər yuxadan kəsib qıraqlarını əlavə etdim. Daha sonra üzərinə 2 yumurtanın sarısı, biraz da sarı kök əlavə edib, üzərinin hər tərəfini yumurta sarısını yaydım. Sonra isə 200 dərəcədə, haradasa 20-25 dəqiqədə bişirdim. Çox xırçıltılı, dadlı olmuşdu üstü. Amma içi isə yumuşaq olur, mayonez olduğu üçün. Qəşəngcə kəsdim, sunum etdim. Biz bu börəyi çox sevirik. Siz də sınayın. Evdə bişirən hamıya nuş olsun.